Herkese salam, mən Fərid. Bugün yepyeni bir video ile karşınızdayım. Bugünkü videomuz bizim xalqımızın TikTokerlərinin, yəni əksəriyyət insan tanıdığı TikTokda gördüyü fenomen tipli şəxslərin yapay zeka ilə oluşturulan videosuna baxacağıq. Yəni bir şəxs dostumuz götürüb TikToker, adını da elə gizlətməyəcəm, istəyənlər follow atıb izləyə bilər. Yəni ki, Qabildir, Adəmdir və digər TikTokerlərə yapay zeka ilə kino tipli bir şeylər çəkib. Gəlin bundan 2-3 sənədir. Gəlin ilk öncə birincisinə baxaq, sonra isə fikirlərimizi bildirək və rəylərimizi bildirib digərlərinə keçib baxarıq. Takiplərinizi gözləyirəm. Burada Qabil, Baboş və digərlərini Thomas Shelby'yə oxşadıb. İlk öncə Qabil'i oxşadıb Thomas Shelby'yə. Thomas Shelby xaricdə mafya babasıdır. Sonra Baboşu görürsünüz, yəni burada karakter olaraq da canlandırıb. Sonra War Karol TikTokda tanınır, əksəriyyət insan bilir. Sonra Elgizlə izləyə bilirsiniz, televizor aparıcısıdır. Sonra Elza Bendabaşı, bu da yəni müğənnidir bildiyiniz kimi. Sonra Adəm və Sadiq yəqin baxırsınız, TikTokda görərsiniz. Yox edəm, Sadiq şizofren. Yəni həqiqətən də qəşəng alındırıb, əziyyət çox çəkib. Hacı öldürən bir Hacı Nuran da bilirsiniz. O da kimi paylaşır ölür deyə. Sonra manaf bastıran, pul mənasında indi şey eləyib, yəni pulu ilə bastıran. Sonra Dağlar oğlu partladan İlyasın yanında işləyən oğlan bilirsiniz. Ayzar Zakon Xəzər xəbərdə işləyir, səhv etmirəmsə oğlu ilə. Zaur məhv edən, Zarla günaydın aparan. Yəni əksəriyyəti maşallah tanımış insanlardır, manaf bastıran. Həqiqətən də videonu eləyən qardaşı halaldır, düzdür, süni intellekt proqramı ilə eləyib, o da bilirsiniz. Yəni ChatGPT ilə falan məsləhətləşib. Amma əsasında yəni qəşəng bir video alındırıb, halal olsun. Yəni indi bir dənə də düzəltdiyi yenə video var. O yenə həmən Adəmdir, Qabildir və digərləri. Ona da baxaq. Mafya babası kimi düzəldib bunları. Let's go. Burada görürsünüz Adəmdir yenə, mafya babasıdır ki, gəlib şehrə basqına belə deyək. Sonra Qabildir, bu da ki yüzbaşı kimi, hərbiçi kimi, yəni bu da Adəmin atasıdır, Sadiq kişidir. Bu da operasyona gəlir və Adəm onu güllədir. Adəm olsa o kişinin başını oynatacaq axırda elə. Sadiqlə döyüşürlər. Adəm və Sadiq qəşəng alındırıb həqiqətən. Burada da Qabil yenə giriş səhnəsi eləyir. Burada da hərbiçi kimi gəlir. Həqiqətən də əla videoları var. Həqiqətən də qardaş halaldır, qəşəng videolar düzəldib. Yəni istəyən olsa bura TikTok'un adını yazıram. Görənlər də oldu zaten. Yəni gizlədib mən öz adımdan paylaşmadım. Yəni həqiqətən qəşəng videolar var. Gülüb keyfi açılmağı istəyənlər, belə videolar görmək istəyənlər getsin qardaşın da TikTok'una baxsın. Video bura kimi idi. Videonu çox uzada bilərdim. Prosta bilirəm ki, əksəriyyət kütlə yəni video axıra kimi baxmır da. Yəni yalanın o boyda montaj edirəm. Videoları qısaldıram, yəni səslər əlavə edirəm. İstəyirəm ki, sıxıcı olmasın. Videonun görüntü kalitəsini artırıram. Amma yenə də videonu təəssüf ki, axıra kimi izləmirlər. Həqiqətən də videonu bura kimi izləmişsinizsə çox sağ olun. Dəstəyiniz üçün təşəkkür edirəm. Bir like, yorum atıb, abunə olub bildirimləri açmağı da unutmayın. Əgər hələ də abunə deyilsə, abunə olun, bildirimləri açın ki, bundan gözəl videolar gələcək. Sağ olun, təşəkkürlər.